Allah mükafat verəcəyi heç şübhəsiz. Bütün inanclı insanlara, ibadət edənlərə Allah mükafat verəcək. Amma mükafat çətinliyə görə verilməyəcək. Allahın lütfüdür ki, mükafat verir. Mükafata görə biz Allaha daha çox borclu oluruq. Nəinki Allah bizə borcunu ödəyir. Ki, çətin iş gördük, Allah da bizə mükafat verir ki, bərəkallah sizə çətin iş gördünüz. Xeyr, Allah mükafatını verir. Mükafat verməsi onun böyüklüyüdür. İnsan Allaha itayət elədiyinə görə Allah bəndəsinə sadəcə lütf eləyir. Mükafat insan ruhunun gözəlliyinə görədir. İnsan öz ruhunu gözəl saxlayıb, gözəlliyi də gözəlliklə mükafatlandırırlar. Ümumiyyətlə, din aləmi başdan ayağa gözəllikdir. Mükafat da bu gözəlliyin tərkib hissəsidir. Dinə ki, daxil oldun, gözəllik aləminə, gözəllik vadisinə daxil olmuşsan ki, hər şey orada gözəldir və mükafat da o gözəlliyin ayrılmaz hissəsidir.